Salam aleyküm uşaqlar, hər vaxtınız xeyir. Bugün maraqlı bir oyunla qarşınızdayım. Eyni zamanda bu YouTube kanalımın ilk uzun videosudur. Kanala abunə olaraq videonu like etsəniz, bizə hədəfimizə çatmaq üçün çox böyük bir dəstək olmuş ola bilərsiniz. Nəysə, çox uzatmadan keçirəm oyunumuza. Deməli, burada bizə belə bir siyahı verir. Mən təəssüf ki, ingilis dilini bunu oxumağa imkan vermir. Amma play sözünü bilirəm ki, oynamaq deməkdir. Ona görə basıb keçirəm oyunumuza. Burada oyun haqqında spoil verəcəm. Mən də spoil istəmirəm deyə birbaşa keçirəm oyuna. Yəni zaten oyundan biraz anlayışım var. Deməli, biz burada işləyirik, burada nəzarətçiyik. Bu gördüyünüz sarı balqabağa oxşayan bizim dostumuzdur. Amma buna ad verməliyəm. Bunu necə adlandırırım? Qəzənfər. Buna Qəzənfər deyəcəm. Sən bundan sonra Qəzənfərsən. Sonra internetimiz biraz zəifdir, yəni görə belə yazılar çıxanda ekrana üzülür sayın. Neyse başlayaq oyuna. Deməli burada bizə siyahı verir. Siyahıda 5 nəfər var. Bu 5 nəfəri buraxmalıyam içəri. Tamam. Bildim Qəzənfər, bilirəm. Yaratıqları buraxma oradan içəri. Tamam, birinci bu dayı gəlir. Gün ortanız xeyir dayı. Görüm siyahıda varsınız. Yaratıq. Qayıt yaratıq. 33 12 Burada mülk inspektorluğumu işe salıb polisə verirəm bunu dərhal. Deyir, kontakt var, nəsə belə şeylər, gizli şeylər, boş danışırız üçün deyə gözlə protokolu təmizlənməyini belə. Əla, gəldi apardılar. Deyə protokol təmizləndi. Bu nə da la? Qaqaşa niyə gözlərin yerində 2 dənə burun var ki? Abi 100% yaratdı. Demə baxmaq ehtiyacı var ki. Abi yaratıqdır. Qəzənfər necə dedim, yaratıqlar buraxma içəri. Deməli 33 12 Yəni mülkün inspektorluğumu işə salıb bunu verirəm polisə. Polis əmirləri gəlin aparın bunu. Neyse buradan keçirəm, çox danışmasın, vaxt gedir. Bu dəfə bu dayı gəldi. Dayın burnundan nəsə şübhələnirəm mən. Yenə yaratıq. Lan nə oldu? Hamısı yaratıq çıxdı ki. Bağla qapını, bağla. 33 92 neydi? 12 Qəzənfər yaratıqların hamısını buraxdı içəri. Tamam. Qəzənfər, 3 nəfər buraxmısan, 3'ü də yaratıq çıxıb. Bu var deyəsən siyahıda. Gün ortanız xeyir qaqaş. Bunun burnu niyə qızarıb? 0303'də qalmalıdır. F0303'də. Düz, amma burnu niyə qızarıb ki bunun? Görünüş haqqında sual verin buna. Görünüşüm haqqında nə səhv var? Mən şəkil çəkdiyəndə diqqətli idim. Yalan səsən başıma daş düşsün. Qayıt dala. 33 12 92 nə deyə düşdü ağzıma. Ya gələnlərin hamısı həqiqətən yaratıqdır, ya da ki mən nəsə düz eləmirəm. Bina sakinlərin hamısını göndərdim bayaqdan həbsxanaya. Qəzənfər, eləmə belə. 4 nəfər göndərdim, 4 yaratıq çıxdı. Bu dayın burnuna baxan kimi bunu qaytarmaq istəyirəm dala. Amma yox, şəkildə burnu belədir. Roman Strinski. Ad falan düz. Mərtəbə. Daha doğrusu otaq F0101'də qalır. Bu da düz. Görünüşündə problem var. Papağı var. Bir də vəsiqəsi yoxdur. Bunlar bir sual verin buna. Demək, ID yoxdur. Bir də görünüşdə problem var.
Üzr istəyirəm. Mən ID-mi görməmişəm deyəsən. Amma görünüşündə problem yoxdur. Üzümlər dikiş də var. Burada var. Burada da var. Tamam. ID-sini də göstərdi. Vəsə. Məncə təhlükəsiz daim buraxmaq olar sizləri. Nədir? Bu doğrudur. Məncə buraxmaq olar. Buraxıram daim sizləri. İnşallah ki, yaratıq çıxmaz. Deməli, bu nədir ala? Bu nə tipdir? Buna bənzər ümumiyyətlə yoxdur içəridə. Bu nədir? Klonu istəyir deyəsən. Yox, xəyallı klon olmaq deyəsən. Nəsə belə bir şey. Buna suallar verəcəm. Birincisi ID-si yoxdur. İkincisi görünüşündə problem var. Üçüncüsü siyahıda adı yoxdur. Yox, siyahıda adı yoxdur. Axırıncı. Bunu yox, bunu verəcəm. Tamam. Deyim mənim vəsiqəm. Mən görməmişəm vəsiqəm falan. Papağanı çıxartdı. Deyir, nəsə problem vardı. Tamam, bildik. Yaxşı bildik. Bildimdə yaxşı bir səhv elədim, sual verdim. Bu heç, buna baxdım. ID-si yerində Robetski Pitman. Tamam, bu düzgün F0102-də qalır. Deyir ki, mən binada qalıram, bina sakiniyəm. İkinci mərtəbədə qalıram, deyir. İkinci mərtəbə, birinci otaq. Məncə düzdür. Məsələn, bunu buraxıram içəri. Bunları dəyişim. İnternetim zəifdir, arada gedir gəlir. Üzrü sayarsanı. Tamam. Buraxıram dayısı içəri. İnşallah ki, içimizdən bir yaratıq çıxmaz. Gün ortanız xeyir. Deməli, bunun burnu o deyil. Qaytarıram dala. Ya da gəl sual verək də. Deyək ki, vəsiqəsi burada, deyək, 3-cü mərtəbədə qalıram. Həqiqətən 3-də qalır. Amma görünüşündə problem var. Bunu sual verirəm özünə. Görünüşündə nə problem var? Mən həmişə belə görünürəm. Yalnız sən başına daş düşsün. Qayıt. Yaratıqsan sən. 33, 12, 92 nədir? Düşdü bugün ağzıma. 12. Neyse, burada danışırlar, gəlib aparırlar. Bu da nə? Buraxdırmaq bayaq içəri. Yox, ümumiyyətlə dayın siyahıda adı yoxdur. Gəl bunu sual verək, görək. Yoxam bugün siyahıda. Nəsə səhvlik olub. Mən siyahıda olmalıyam. Lütfən yenidən yoxlayın. Dayı, vallah yoxsuz siyahıda. Sizi verməli olacağım polisə yenə. Qapını bağlayıram və 102-nə yenə yığıram. Bu özəl nömrədir, bunu şəxsə mənə verirlər. Ona görə belə yığıram. Neyse, tamam, gəlib aparacaqlar indi. Qəzənfər yenə gəlib bizə deyir ki, protokol tamamlanıb, nə bilim nəsə, şifrə davam edir. Bu dayı nə bir siyahıda adı var. Gün ortanız xeyir dayı. Albertski Pitman. Siz o bayaqçını qohumuzsuz yəqin ki. Robetski Pitman 0102-də. Elə o eyni otaqda qalır. Yəqin ki, qardaşdılar. 0102. Deyirəm, binada qalıram. Mən ayaqqabı təmirçisiyəm və işdən gəlirəm. Lap yaxşı dayı, mən nə xeyrim? Məncə hər şey qaydasındadır. Görünüşdə falan hər şey qaydasındadırmı?
Tamam. Dayı keçin. Növbəti. Dayı üzünüzə baxan kimi sizi qaytarmaq istəyirəm dala. Dedim bu dayı qayıtmalıdır. Adınız siyahıda yoxdur. Niyə? Səhvlik var. Hamı səhvlik var deyir. Çurban yadıq biz hamısını səhv yazaq. Görünüşündə də problem var sənin. Siyahını aça bilmirəm. Hə, açdım. İşimi düzgün yerinə yetirəm deyə mənə mükafat da verdilər hətta. Neyse, buranı oxuya bilmədim. Ne deyir? O üzvü dayının gözləri qızdı ha. Biz yeməsi lazımdır. Aidisi də yoxdur dayının. Vəsiqəsi yəni. Bu da yoxdur. De necə məsuliyyətsiz qoyursa falan necə belə deyil. Mən deyir ki, həyatınla risk edirsən, məni burax içəri. Qapını bağlayıb tez yüzüşünü yığacam burada. Mənə hədə qorxu gəlir. Məni ölümlə təhdid edir. Tez gəlin aparın bunu buradan. Gördünüz dayının gözü necə qızmışdı. Gəlin aparın görün, mənə hədə qorxu gəlir. Deyir, protokolu təmizlədin. Protokolu mən niyə təmizləyirəm? Deməli oyunu uğurla bitirdik. Məncə biraz çətin oldu. Çünki yaratıqlar çox idi. Neçəsini göndərdim həbsxanaya. Mənə hələ hədə qorxu da gələn oldu. Səhv etmirəmsə axırıncıdan əvvəlki dayı idi. Gözlər falan qızarmışdı. Mən hədə qorxu gəldi ki, mən tez burax içəri, həyatına risk edirsən falan nəsə belə.